qonağımızı dəvət eləyim. Bormaqlarım var olsun. Həmişə o deyəm, bormaqlarım, hamı deyir, Çinanın bormaqları. Allah sizə də xeyir versin. Amma bir gələn indi qonağımız gözəl xanımdır. Vaxtı ilə çox populyar olmuş. Günel Musəvi, aparıcı. Günel, alqışlarımızla. Belə tanışlığımız yoxsa, amma efirdən tanıyırdım. Haradasınız, valla? Hara gedin? Xaricdəydiniz. 100% xaricdə. Xaricdəyəm, orada yaşayıram. Elə oradasan. Maşallah. Necədir ora? Bura ondan yaxşıdır. Orada yaxşıdır. Baxır dəyərlərə də, kimə nə dəyərlidirsə, onu... Hamı tanıdılar bu gözəl qızı. Çünki verilişləri vardı, gözəl verilişləri vardı, gözəl pozitivli, qonaqları qəşəng idi. Özü də görürsünüz belə simpati. Mətbəx narın necədir Günel? Əla, əla. Gedək mətbəxə. Biz orada gözləyirlər. Biz getdik. Mətbəximizdə iki gözəl insan. Hər şey dəyişdi mehmandan başqa. Nədən? Bu həyatda deyirəm, hər şey dəyişir mehmandan başqa. Bravo mehmana. Mehman, neynədin onu? Nə pişirdin? Mən ağam pişirirəm. Orada pişir. Qalıb. İndi tez hazır olacaq. Günel xanım qonağımızdır. Ya izləyəriz, bax belə. Səhər yeməyini eləməmişim. Uzaqdan gəlib özlər. Musəvi familyandır, soyadındır, təzə soyadındır. Yox, elə ata-babadan qalmış soyad. Allah can sağlığı versin, Allah bütün ata-babalara xeyir versin. Neyinirsiniz, neyinə məşğulsuz? Burada indi verilişdəyim, canlı yayımda. İndi mən bilirəm ki, buradayım. Yox, həyatda neyinirsən? Həyatdan zövq alıram, yaşayıram. Bir də xaricdə əgər nəzərdə tutursa, orada da işlə məşğulum. Orada ailəmlə bərabər həyat sürürəm. Universitetdə oxudum, bitirdim. Nə oldu birdən-birə apardılar səni xaricə? Birdən-birə. Əslində ailəm çoxdan planlaşdırmışdı orada yerləşməyi. Papa, mamalı? Ana, ata, qardaşlarım. Yox, mən ailə həyatı qurmaq. Televiziyadan uzaqlaşdın. Necə oldu? Neyinirsən? Darıxıram. Çox darıxarsan. Və mən elə ona, yəni o darıxmamın səbəbi olaraq Amerikada dünya Azərbaycanlılar qadınlarını birləşdirən bir blog yaratmışdım. Elə hələ də fəaliyyət göstərir və ona aid YouTube kanalı da açmışam. Necə adlanır? Every Azeri YouTube kanalı. Every Azeri, nə qəşəng. Bəli. Və orada vaxtaşırı hansı ştata, hansı ölkəyə qonaq gedirəmsə, mütləq şəkildə bir qısaca 10-15 YouTube'dan sonra ondan artıq verişlər yerləşdirir. Bravo, Allah. Çəkib yerləşdirir. Yaxşı mənada. Çünki sən layiqsən gözəlliklərə. Çünki sən həmişə də verilişlər. Mənə gəl hamı layiqdir. Hamı layiq, düzdür. Amma hərdən belə insan var ki, o layiqliyi qismət olur, amma onu bacarmır istifadə eləməyə. Qədrini bilmir. Murad bilirəm ki, qədir bilən oğlanı. Keçən dəfə də verilişimizdə oldu. Ondan elə pozitiv. İnsan var ki, mən həyatda tanımıram onu. Günel, bax, səni də tanımırdın da. Birinci dəfə də üzbə-üz gəldi. Hələ səhərdir, gör axşam görürsək nə ola bilər. Ona görə də, bax, indi ikinci dəfə gəlir. Mən biləndə ki, Murad Arif gəlir. Bax, ürəyim pərvaz edir. Bildim ki, elə bir insan gəlir ki, həyatın qədrini bilən. Muradın enerjisi. Maşallah. Muradın enerjisi.
Aynı Günel'i de mən bilənə ki, Günel, Murat elə bir insan gəlir ki, güzel, Məndən 2 qat artıq. Belə elədim, Günel düşəni belə dedim, hay ana, hep ana Günel. Bak ben çok şadam ki, bugün mətbəxdəyim. Çox maraqlı şeydir. Elə bir dövrdə yaşayırıq ki, şöhrət çox effektsiz və müvəqqəti təəssürat oyadır və insan bir il ərzində parlayır, ikinci il ərzində şəxsi məsələlərdən dolayı, hansı məsələdən dolayı efirdən itir və dərhanda unudulur. Amma Günel Müsavi aparıcı olaraq bir 5 il bundan sonra da gəlsən, 10 il bundan sonra da gəlsən, hər kəsin yanında olacaq. Müəyyən verişlər gələcək ya da 100%-dən başlayaraq. Yox. Mən tərifləmirəm ki, həqiqətən o 100% verişdə bütün gənclər baxır. İndiyən kimi yadıma gəlir. Slivki qrupu, Mustafa Sandal, Sivəlcan. Əslində mən yəni 5 ildir, 6 ildir efirdə yoxam, 5 ildir xaricdə yaşayıram. Amma evə dönənləri olmuşsa. Mən elə ona təəccübləndim. Elə Azərbaycana ayağımı basar-basmaz aeroportda belə məni elə qarşıladılar, elə tanıdılar. Bu əsl sevgidir. Bu əsl sevgi. Mən əslində yəni bilmirəm, mən hansı xeyirxah bir iş görmüşəm, nə eləmişəm mən ki, insanlar məni unutmur. Sən ürəyi təmiz insansan, bizim də qəlblərimizə elə o təmizliyinə yaxın. 5 il, 6 il zarafataq deyil. Bax, indi mənim indi dərdim açılacaq. Bir neçə gün bundan əvvəl Günel bilmirəm, gördü, görmədi, Facebookda bir yaralı bir mövzuya toxundum. Yəni ki, həyatda insanlar var ki, onlarda belə alınmır da, nəysə, alınmır. Yəni mahnı yazılar tutuzdura bilmirlər, veriş aparat tutuzdura bilmirlər. Çətindir və o insanlar, o kimdə ki alınır, onlara qarşı çönürlər. Müsahibələrdə, verilişlərdə, qonaq olduqları proqramlarda hiss edirsən ki, bir dənə el arasında ifadə var, söz vurmaqla məşğuldular. Mən özümdən, ürəyimi təmiz saxladı. Sən başa düşmürsən ki, bu mənim də uğurum, sənin də uğursuzluğun. Bütün bunlar ilahi qüvvə tərəfindən nəzərdə tutulmuş bir şeydir. Yəni bunu mən etmirəm, sən etmirsən. Elə insanlara, o insanlar başqasının uğuruna, sevincinə sevinə bilmirlərsə, mən o insanlara üzülürəm. Çünki onlar o qədər ürəyi alçaq insanlardır. Amma mənə elə gəlir ki, bir insan başqasının sevincinə sevinirsə, o enerji, o ki ona göndərir mənəvi olaraq, ruhi olaraq, ona qayıdacaq mütləq şəkildə. O uğur ona tərəfdə dönəcək. Bax, sən bəyan dedin ki, mənə bu qədər tərifləmi, inan, bu tərif deyil, mən adədən sevmirəm tərifləmi. Nəyi varsa elə, o sadəliyindən, səmimiyyəndən gəl belə qaldı. 5 il, 6 il bu sözləri heç eşitmirəm. Doğrudan bilirsən. Yox, çox sağ ol. Yox, eşidəcəksən, buradasansa hər dəfə eşidəcəksən. Çayımız necədir? Yeməklə də aron yaxşıdır. Səhər tezdən yemək. Mehman uca hazırlayır Salyaridə yeməyi. Mehman bir gün o toyuq filesindən belə karzinalar denir. Hələ adını fikirləşməyib, mən elə belə deyirəm. Karzina səbər. Özümüz güzəşim. Gözümüz. Yaxşı, Günel baxın. Günel, sən bir gün ad qoy o yeməyə. Chicken basket. Nəsə orada ayrıca və mövzumuz bir gün bildin də nə oldu da? Bir Aparıcılar haqqında. Yox, saytlar biraz axır vaxtı çox düşürlər. Saytların üstünə, aparıcıların üstünə necə geyindilər, necə elədilər, necə durdular, necə elədilər, bunu nöş elədilər, 10 dənə üstünə qoyurlar. Saytlar da deyir, yəni sosial sifarişdir, yəni cəmiyyətin narazılığını... İsməyə sözümüzü, üzr istəyirəm, reklamlardır, davam eləyəcəyik. Bundan sonra reklamlar gəlir. Buyurun. Ağacımız dursun.